Salam uşaqlar. İstilik vermənin növləri, istilik miqdarı, cismi qızdırmaq üçün lazım olan istilik miqdarı bölməsinin testlərinə baxırıq. Birinci sual. Enerjinin qaz və ya maye axını ilə ötürülməsi necə adlanır? Doğru cavab B variantı konveksiya. Üçüncü sual. Joule bölünsün, kilogram vurulsun, Kelvin ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Doğru cavab xüsusi istilik tutumunun. S bərabərdir. Q bölünsün, M delta T düsturundan çıxarılır. 5-ci sual. İstilik vermənin hansı növündə maddə daşınması baş verir? Bu yalnız konveksiyadır. Deməli, 7-ci sual. 1 kilogram maddənin temperaturunu 1 Kelvin artırmaq üçün lazım olan istilik miqdarı necə adlanır? Bildiyimiz kimi bu xüsusi istilik tutumunun tərifidir. Q bölünsün M delta T. 1 kilogram maddəni 1 Kelvin qədər qızdırmaq üçün lazım olan istilik miqdarı, yəni bunları bir-bir qəbul etsək, S bərabər olacaq Q-yə. Almış şahis qoyuram burada. Deməli, bu xüsusi istilik tutumu olacaq. B variantı 7-ci sual. Sonra 9-cu suala baxırıq. Cismi qızdırmaq üçün lazım olan istilik miqdarının onun temperaturundan asılı qrafiki necədir? Q bərabərdir Cm delta T düsturundan. Biz bu nəticəyə gəlirik. 11-ci sual. Zərrəciklərin istilik hərəkəti və qarşılıq təsir nəticəsində enerjinin cismin çox qızmış hissəsindən az qızmış hissəsinə köçürülməsi demək istilik keçirmə adlanır. 11-ci sual. Cavab C bəndi. 13. İstilik vermənin hansı növü vakuumda baş verə bilər? Vakuumda da baş verə bilər. Deməli, bu yalnız şüalanmadadır. Sonra 15-ci sual. İstilik vermənin hansı növləri vakuumda da baş verə bilər? Demək ki, bu da yalnız şüalanmadır. 15 doğru cavab Y. 17. Dəmir cismin kütləsini 2 dəfə azaltdıqda dəmirin xüsusi istilik tutumu necə dəyişir? Xüsusi istilik tutumu yalnız maddənin növündən asılıdır. Ona görə də dəyişməz. 17 A variantı doğrudur. 19-cu sual. M kütləli cismin temperaturunun ona verilən istilik miqdarının asılı qrafiki verilmişdir. Cismin xüsusi istilik tutumu hansı ifadə ilə təyin olunur? Bildiyimiz kimi xüsusi istilik tutumu düsturu Q böl M delta T'dir. Burada düz bucaq, üç bucağı tamamlayırıq. Q alfa bucağına bitişik katet, delta T isə qarşı katetdir. Bitişik katetin qarşı katetə nisbəti, yəni Q'nun delta T'yə nisbəti verir bizə kotangens alfanı. Onda doğru cavabımız olacaq kotangens alfa bölünsün M. Bir də burada əlavə edim. Qaydada demişik. Biz delta T'ni, yəni böyük delta T ilə əvəz edə bilərik. Yəni Celsius şkalasındakı temperatur dəyişməsi Kelvin şkalasındakı temperatur dəyişməsinə bərabərdir. Yəni burada delta T'nin kiçik və ya böyük yazılmasının heç bir önəmi yoxdur. 21-ci sual. Cismin temperaturunun ona verilən istilik miqdarına asılı qrafiki verilmişdir. Cismin kütləsi 2,5 kilogram olduğunu bilərək onun xüsusi istilik tutumunu soruşur. Xüsusi istilik tutumu bildiyimiz kimi Q bölünsün M delta T düsturu ilə təyin olunur. Q bizdə 100 kilojoldur. 100 vur 13 yazacağım buna. M 2,5 kilogramdır. Delta T'miz isə 380 çıxılsın. 300 yəni 80 Kelvin edəcək. Demək burada 100'ü 25'ə bölsək, yəni bir sıfır əlavə edib 125, 2,5'ə bölsək, 1000'i 25'ə bölmüş oluruq. Bu olacaq 40, vur 10 üstü 3. Bölünsün 380'dən də deməli 300 çıxanda qalacaq 80. 40 ilə 80 xısar gedəcək 2-də 1. 100 min, 10 üstü 3000 deməkdir. 1000 də 2'yə böləndə 500 joule bölü kilogram vurulsun. Kelvin cavab alacaq. Doğru cavab B. 23-cü sual. Cismə Q istilik miqdarı verildikdə onun temperaturu delta T qədər artar. Kütləsi və xüsusi istilik tutumu 2 dəfə kiçik olan başqa cismə eyni Q istilik miqdarı verilərsə onun temperaturu nə qədər artar? Biz bilirik ki, delta T Q bölünsün Cm'dir. İndi bizə məsələdə deyir ki, kütləsi və xüsusi istilik tutumu 2 dəfə kiçik olan. Yəni kütləni də 2 dəfə kiçildək, xüsusi istilik tutumunu da 2 dəfə kiçilsək, bunda temperatur dəyişməmiz 4 dəfə azalacaq. Yəni olacaq B variantı. Daha doğrusu bu azalanda temperatur dəyişməsi artacaq. Ona görə də
Doğru cevap olacaq A bəndi. Tərs asıldı axı. Biz C-ni də 2 dəfə azaldıb, M-i də 2 dəfə azalsaq 4 dəfə temperatur dəyişməsini artırarıq. Demək ki, 25-ci sual. Cismə Q isti miqdarı verildikdə onun temperaturu delta T qədər artır. Kütləsi bu cismin kütləsindən 2 dəfə az, xüsusi istilik itimi 2 dəfə çox olan cismə eyni Q istilik miqdarı verilərsə, onun temperaturu nə qədər artar? Biz bildiyimiz kimi, yəni delta T Q bölünsün Cm-dir. Deməli, kütləsi bu cismin kütləsindən 2 dəfə az, kütləni 2 dəfə azaltdıq. Xüsusi istilik itimi 2 dəfə çox, bunu 2 dəfə artırdıq. 2 dəfə azaldıb 2 dəfə artırsaq, yəni 2-yə vurub 2-yə bölsək, nisbət dəyişir. Yəni burada kəmiyyətin qiyməti dəyişməyəcək. Ona görə də Q də eynidir. Onda delta T-miz sabit qalacaq. Doğru cavabımız olacaq A bəndi. Yəni bu riyazi olaraq hesablamaq da olar, amma belə etmək mümkündür. Sonra deməli sonuncu suala da baxırıq. Deyir M kütləli mayini 1 saat qızdırdıqda onun temperaturu 20 Selsi artar. M kütləli maddəni T 1 saat qızdırdıqda onun temperatur dəyişməsi, gəlin bunu böyük delta T-ni açışdırmayaq ona görə. 20 Selsi qədər artar. Başlanğıc temperaturu, yəni T1-i 30 Selsi, amma burada T-ni biz delta T-ni yaza bilərik. Ancaq T1 və T2-ni isə temperaturun qiymətlərini isə biz yəni delta T kimi, yəni böyük T-lə yaza bilmərik. Çünki onlar bir-birinə bərabər deyil. Başlanğıc temperaturu 30 Selsi olan 2M kütləli M bərabərdir 2M. Bu M1-i M götürək, M2-ni 2M götürək. 2M kütləli eyni maye, yəni xüsusi istilik itimi eynidir, maye eynidir. Eyni qızdırıcı ilə 1 saat qızdırıldıqda, yenə də zaman eynidir, eyni qədər vaxt sərf edirik. Bu zaman son temperatur nə qədər olar? T2 bərabərdir sual. Deməli, burada verilənləri yenidən yazırıq, səliqəli olsun. M1, M, T bərabər 1 saat vaxt sərf edirik və temperatur dəyişməmiz delta T 20 Selsi olacaq. Yəni, bunu delta böyük T ilə də yazmaq olar, kiçik T ilə də. Sonra deyir ki, başlanğıc temperaturu gəlin T1 götürək. 30 Selsi olan, demək, 2M, M2, 2M olan kütləli eyni maye, eyni qızdırıcı ilə T2 bərabərdir, yenə də 1 saat qızdırıldıqda onun sınıq temperaturu, yəni gəlin burada T'lər çox oldu. Burada T'lər çox oldu. Gəlin bunu zamanı yenidən yazmayaq. Yəni müddət dəyişməyəcək, zaman dəyişməyəcək. Gəlin zamanı sabit saxlayaq. Yazaq ki, T2 bərabərdir sual. Demək, biz bilirik ki, temperatur dəyişməmiz Q bölü Cm-dir üstürülə ifadə olunur. Burada Q və C sabitdir. Eyni maddə, eyni qızdırıcı. Demək, kütlə ilə delta T necə asıldı? Tərs. Kütlə 2 dəfə artdı bildiyiniz kimi. Kütlə 2 dəfə artanda temperatur dəyişməmiz 2 dəfə azalacaq. Yəni delta T2-miz, delta T iştirik götürək biz bunu. Delta T iştirik bərabərdir. T2 çıxılsın, T1 olacaq. Yəni, əgər delta T-miz 20 Selsidirsə, delta T iştiriximiz delta T bölünsün 2, yəni 20 bölünsün 2 eləyəcək 10. Yazırıq 10 bərabərdir. T2 bərabər çıxılsın. T1 də bizdə 30-dur. Onda T2-ni buradan təyin edirik. 40 Selsi olacaq.